Şimal Region TV kanalının baş direktoru Elçin İsmail cənabına Tovuz rayonu Məşədlər kənd sakini İbrahimov Akif Əloğlu tərəfindən ərizə. Hörmətli Elçin müəllim, dəfələrlə sizin kanalınızda çıxış etmişəm. Mənim haqq işimi işıqlandırdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə müraciətimi ictimailəşdirməyinizi və sosiallaşdırmağınızı bir daha xahiş edirəm. Hörmətli Prezident, hörmətli Mehriban xanım, dəfələrlə sizə müraciət etmişəm. Lakin müraciətim bugüne qədər cavabsız qalmışdır. Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Hicran Əyibova sizin gənclər haqqında verdiyiniz göstəriş və tapşırıqlarınızı öz əməlləri ilə kölgə salır və əhəmiyyət vermir. Dəfələrlə bildirmişəm ki, oğlum İbrahimli Abdullah əvvəlcə Tovuz Dövlət Sosial İqtisad Kollecinin yer quruluşu və torpaq müfəttişliyi ixtisasını fərqlənmə diplomu ilə, sonra isə Aqrar Dövlət Universitetini yer quruluşu və torpaq və şəhər katastrı ixtisasını əla qiymətlərlə bitirmişdir. 12 sentyabr 2023-cü ildən Tovuz Dövlət Sosial İqtisad Kollecində öz ixtisası ilə müəllim vəzifəsində işləmişdir. İşlədiyi iş daimi xarakterli işdir. Kollecdə yeganə ixtisas müəllimidir. 12 sentyabr 2024-cü il tarixdə oğlumun əmək müqaviləsi bitdiyinə görə müqaviləni artırmaq əvəzinə xitam vermişdir. Hicran Əyibova mənim ailəmə qərəzli mövqe tutmuşdur. Qızım İbrahimova Əsməri də 07-si 24-cü il tarixdə işindən qeyri-qanuni olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə azad etmişdir. Heç bir qadın, heç bir ana, heç bir rəhbər öhdəsində 2 nəfər məktəb yaşına çatmamış az yaşlı övladı olan, həyat yoldaşından ayrı yaşayan və başqa heç bir yerdən qazancı olmayan hər kəsi işindən azad etməz. Qızım Əsmər 2013-18-ci illərdə Tovuz Dövlət Sosial İqtisad Kollecində dil ədəbiyyat müəllimi vəzifəsində, 2019-24-cü illərdə isə laborant vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir cəza almamış və dəfələrlə mükafat almışdır. Hicran Əyibova qərəzli, acıqlı və qaşqabaqlı tərzdə qızımın üstünə çığırmışdır ki, sən laborant deyil, dalandarsan. Odur ki, get, süpürgəni götür, həyatı süpür. Hörmətli Prezident, hörmətli Mehriban xanım, mən özüm 11 il kollecdə əyani şöbə müdür işləmişəm. Xəbərim olmayıb ki, qızım dalandar vəzifəsindədir. Kollecin sabiq rəhbəri qanuna zidd olaraq bu əmri vermişdir. Ona bizim günahımız nə ola bilər? Qızımın atası mən, İbrahimov Akif Əloğlu, direktor Hicran Əyibovanın qəbulunda oldum. Hər şeyi nəzərinə çatdırdım və xahiş etdim ki, qızımı laborant vəzifəsinə təyin etsin. Lakin əhəmiyyət vermədi. 15 iyun 2023-cü ildə tez tələsik xidmətçi işləyən Səfərova Aygün Mahir qızını həmin boş ştat olan laborant vəzifəsinə təyin etdi. Hicran Əyibovanın təmanına güddüyünü xəyalıma gətirməmişdim belə. Oğlum İbrahimli Abdullah'ın 31 yaşı var. Hələ ailə qura bilməyib. Yenicə ailə qurmaq istəyirdi ki, direktor Hicran Əyibova işindən azad etdi. Abdullah'ın haqsız olaraq işindən azad olunmağı, haqda və işinə bərpa olunmağı üçün Tovuz rayon məhkəməsinə müraciət etdim. Bir dəfə olsun məhkəməyə gəlmədilər. Tovuz rayon məhkəməsinin hakimi Zahir Hümmətova ədalətli qərar çıxardığına görə ailəm və öz adımdan təşəkkür edirəm. Hörmətli Prezident, hörmətli Mehriban xanım, direktor Hicran Əyibova Tovuz məhkəməsinin haqlı qərarından Gəncə Apellyasiya məhkəməsinə müraciət etmişdir. Görəsən direktor xanımın hikkəsi nə üçündür? Bu fakt, cənab Prezident, sizin gənclərin rifahını yaxşılaşdırmaq, hər yerdə gəncləri irəli çəkmək siyasətinizə kölgə salmırmı? Yoxsa Hicran Əyibova məndən nə umurmuş? Hicran Əyibova deyir ki, mən nə prezidenti, nə də Mehriban xanımı eşitmərəm. Təkcə Ülkər xanımı eşidərəm. O nə desə elə də edəcəyəm. Cənab Prezident, sizdən xahiş edirəm ki, Ülkər xanımdan xahiş edəsiniz ki, məni və ailəmi Hicran Əyibovaya
tapşırsın. Çünkü bu kadar şikayetler etmişim. Direktora gözün üstə qaşın var deyən tapılmır. Hicran Əyyubovanın həyat yoldaşı Vüqar Əyyubova da Qazax Dövlət Sosial İqtisad Kollecinin tədris işləri üzrə direktor müavinidir. Hər ikisi rüşvətxor və korrupsionerdir. Görəsən Qazax Tovuz zonasında bu ər-arvaddan başqa rəhbərliyə yarayan adamlar yoxdurmu? Hicran Əyyubovanın etdiyi nöqsanları sizə çatdırıram. İşlədiyi bir il sınaq müddəti ərzində 30 nəfərə yaxın müəllimi və texnikçi işçiləri qəbul etmişdir. Əliyeva Aysel Rafiq qızı direktor müavini kənardan gətirib. Məmmədov Vüqar Elşanoğlu kadrlar üzrə baş inspektor kənardan gətirib. Kamil adlı müəllim, Əyani şöbə müdürü Qazaxdan gətirib. Nəsibli Fidan İngilis dili müəllimi Qazaxdan gətirib. Teymurova Pəri İngilis dili müəllimi Qazax rayonundan gətirib. Güllarə, Nuranə, Kifayət adlı müəllimələr Azərbaycan dili və ədəbiyyat müəllimləridir, kənardan gətirib. Ramin Camaləddin adlı baytar müəllimləri Qazaxdan gətirib. 2 nəfər poçt üzrə müəllim Qazaxdan gətirib. Ayşə müəllimə psixoloq kənardan gətirib. 1 nəfər şofer Qazaxdan gətirib. 1 nəfər gözətçi və 1 nəfər xadimə kənardan gətirib. 11 ailənin övladlarını işindən azad etməklə gözü yaşlı qoyub. Kazım adlı şoferi şəhid ailəsi olsa da işindən azad edib. Kollecdə namusla və təmiz işləyən Ələkbərov Saday və Ələkbərov Təbrizi işlərindən azad edib. Direktorluğa yaramayan və hərəkətləri ilə iqtidara üz qaralığı verən Hicran Əyyubovanı nə üçün Ülkər Səttarova himayəsinə götürüb? Hörmətli prezident, hörmətli Mehriban xanım, mən inanıram ki, çox tezliklə Hicran Əyyubova haqqında cəza tədbirləri və kollecin üz qarası kollecdən təmizlənəcəkdir. Sizə hörmətlə İbrahimov Akif Əloğlu, əmək pensiyaçısı 2-ci qrup Əlil YAP-ın ilk üzvlərindən. Çox sağ olun, minnətdarım bildirirəm əvvəlcədən.